Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Əsl kasıbmalı bir həyət evi tapmışam sizə. Tam dolu şəkildə satılır. Evdən heç nə götürülməyəcək dəyərli müştərilərimiz. Yalnız bir dənə televizor çıxacaq. Bir də mikrovalnovka çıxacaq. O da şəxsi əşyadır. Deməli, tam dolu əşyalı bugünkü günü alıb rahatlıqla 350-400 manata kirayədə verə bilərsiniz. Evin yerləşdiyi yer 119 nömrəli marşrutla 1 dəqiqəlik məsafədə yerləşir. Demək olar ki, yolun kənarındadır. Belə bir geniş yataq otağı var dəyərli müştərilərimiz. Gördüyünüz kimi. Keçək digər yataq otağını təqdim edeyim sizə. Gördüyünüz kimi burada bir dənə kiçik uşaq otağı var. Əşyalı şəkildə satılır. Qiymət 42.000 manatdır. Real müştərisinə əlbəttə ki, endirimimiz olunacaq. Sənədi bələdiyyənin qiymətləndirmə sənətidir. Həyəti yoxdur dəyərli müştərilərimiz. Gördüyünüz kimi nə videoda nə görürsünüzsə odur. Mətbəxini təqdim edeyim sizə. Gördüyünüz kimi burada da mətbəxidir. Paltar yuyandı, soyuducudur, hər bir şəraiti var. 42.000 manata bugünkü günü bazarda demək olar ki, belə ev yoxdur. Sanitar qovşağını təqdim edirəm. Gördüyünüz kimi burada da sanitar qovşağıdır. Dəyərli müştərilərimiz, bu ev kimə maraqlı oldusa, mənimlə əlaqə saxlaya bilər. Səhifəmdə əlaqə nömrəsi var. Ən əsas odur ki, yataq otağına bilməm fikir verdiniz, vermədiniz. Çox genişdir, əladır. Qiyməti 42.000, endirimi var, sahibi tərəfindən olunacaq. Yerləşdiyi yer isə 119 nömrəli marşrutla 1 dəqiqəlik məsafədədir. Heç bəlkə də dəqiqədən də azdır. Gülnaşadlıq sarayına çox yaxın bir ərazidə yerləşir. Buyurub zəng elə bilərsiniz, səhifədə əlaqə nömrəsi var. Bu günlük bu qədər, sağ olun.